Azərbaycan Basketbol Liqasının final seriyasının 6-cı oyununa daha yaxşı başlayan Sabah ilk periodda 22-17 hesabı ilə rəqibindən üstün olub. İkinci hissədə təşəbbüsü ələ alan Ağqaralar fərqi azaldaraq böyük fasiləyə 2 xal geridə yollanıblar. 33-35. Üçüncü 10 dəqiqəlik müddətdə daha dəqiq performans nümayiş etdirən tələbələr hesabı 65-62 edib. Dördüncü dövrədə 2 fərqli üstün olan Rimas Kurtinaitis'in komandası Neftçini 83-78 hesabı ilə məğlubiyyətə uğradıb. Görüşün ən yaxşısı 21 xal və 11 reboundla qalib kollektivin Latviyalı basketbolçusu Klavs Čavars olub. Beləliklə seriyada 4-2 hesablı qalibiyyət əldə edən Sabah ardıcıl 3-cü dəfə ölkə çempionatının qızıl medallarına sahib çıxıb. Mükafatlandırma mərasimində ilk olaraq Neftçi komandasına gümüş medallar təqdim edilib. Daha sonra Sabahın oyunçusu Hasani Gravet play-off mərhələsinin ən yaxşı basketbolçusu kimi fərqləndirilib. Ardınca tələbələrə qızıl medal və kubok verilib. Mükafatları komandalara Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev, vitse-prezident Fərrux Mahmudov və qurumun idman direktoru Turqay Zeytingöz təqdim ediblər. Sonda Sabah komandası çempionluq kubokunu başı üzərində qaldırıb. Daha sonra Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev çempionatın yekunları haqqında təəssüratlarını bölüşüb. Bu il ilk dəfə idi ki, 12 komanda ilə oynadı, yəni Azərbaycan Basketbol Liqası və məncə maraqlı bir mübarizənin şahidi olduq. Həm play-off mərhələsində, həm yarım finalda, həm finalda. Kifayət qədər mənə görə maraqlı bir çempionat oldu və deyə bilərik ki, Azərbaycan Basketbol Liqası bir addımda irəliyə doğru addımladı və ona görə də hamını təbrik edirəm və inanıram ki, xüsusilə də çempion olan komandadır. Sabah komandasını, o cümlədən Neftçi komandası da düşünürəm layiqli mübarizə göstərdi. Sabah ilə ardıcıl ikinci il çempionluq yaşayan Rimas Kurtinaitis görüş haqqında danışaraq mövsümün çətin keçdiyini vurğulayıb. Bu mövsüm çempionat çox gərgin keçdi. Azərbaycan Basketbol Federasiyası bu yöndə ciddi işlər görmüşdü. Neftçiyə final seriyasında nümayiş etdirdiyi mübarizəyə görə təşəkkür edirəm. Onlar sonadək çalışdılar. Oyuncularıma minnətdarlığımı bildirirəm. Play-off'un ən dəyərli oyuncusu seçilən Hasani Gravet də çempionluq təəssüratlarını paylaşıb. Çempion olmaq əla duyğudur. Komandam və məşqçimlə qürur duyuram. Çox əla iş gördük. Mövsüm boyu eniş və yüksəlişlər oldu. Lakin sonda qalib gəlməyi bacardıq və statusumuzu qoruya bildik. Komanda yoldaşlarım mənə lider kimi güvəndilər. Mən isə onların etimadını doğrultmaq üçün əlimdən gələni etdim. Qeyd edək ki, Sabah 2023-cü ildə final seriyasında Gəncəni, 2024-cü il mövsümündə isə Xəzrini məğlub edərək Azərbaycan Basketbol Liqasını qalib kimi tamamlayıb.